Qardabani Bələdiyyəsində qeydiyyatda olan kənd yerlərində yaşayan sosial cəhətdən həssas ailələrin uşaqları üçün xeyriyyəçi Georgi Şinciqaşvilinin dəstəyi və Qardabani Meriyasının sosial xidmətinin təşkilatçılığı ilə fərqli və yadda qalan bir gün təşkil olunub. Uşaqlar ilk dəfə olaraq eksperimentarium elmi əyləncə məkanını və Mutazminda parkını ziyarət ediblər. Xeyriyyə aksiyası çərçivəsində hər bir ailəyə çox funksiyalı hədiyyə vauçerləri təqdim edilib. Qardabanda qeydiyyatda olan uşaqları Mutazminda parkına gətirdik. Bu işi özəl sektordan bir nəfər öhdəsinə götürdü. Bizimlə birlikdə bu işi reallaşdırdı. Şinciqaşvili özəl sektorda fəaliyyət göstərir. Həmişə sosial az təminatlı uşaqları, çox uşaqlı ailələrin körpələrini dəstəkləyir. Onlara gözəl gün bəxş edir. Uşaqlar bizim gələcəyimizdir. Georgi onların qayğısına qalır. Ümid edirəm başqa şirkətlər də bu xeyirxah işə qoşularlar. Çoxuşaqlı ailələrin və sosial az təminatlı ailələrin övladlarını Şinciqaşvilinin dəstəyi ilə gəzintiyə gətirdik. Onlara gözəl gün bəxş etdik. Uşaqlar eksperimentariuma və Mutazminda parkına gəliblər. Bu, bələdiyyəmizdə xeyriyyətçi insanın ilk aksiyası deyil. Martqopidə yaşayırıq. Kəndimizdə Bombora kimi park yoxdur. Bu parkda uşaqlar çox gözəl əylənirlər. Gadget və telefonlardan uzaqlaşırlar. Təşkilatçıya təşəkkür edirik. Möhtəşəm yerlərdə olduq. Mən ilk dəfə idi gəlirdim. Georgiyəmiyə təşəkkür edirəm. Mən ən çox təcrübələri bəyəndim. Parkda da qatara minmişdik. Onu çox bəyəndim. Dmanisi bələdiyyəsində inkişaf strategiyasının ictimai müzakirəsi keçirilib. Görüşdə bələdiyyə meri Qoba Muradaşvili yerli sakinlərə Dmanisinin gələcək inkişaf strategiyasını təqdim edib və qarşıdakı illərdə həyata keçiriləcək prioritet istiqamətlərdən danışıb. Bələdiyyə meri infrastrukturun və su təchizatının yaxşılaşdırılmasına, təhsil və gənclərin dəstəklənməsinə, həmçinin iqtisadi inkişafın sahibkarlığın təşviqinin və mədəniyyətin inkişafının prioritet istiqamətlərinə xüsusi diqqət ayırıb. Görüş interaktiv formatda keçirilib. Yerli sakinlər öz fikir və təşəbbüslərini bölüşmək imkanı əldə ediblər. Bələdiyyə rəhbərliyinin bildirdiyinə görə bu təkliflər inkişaf strategiyasının yekun sənədinin daha da təkmilləşdirilməsinə və əhalinin ehtiyaclarına daha uyğun hazırlanmasına töhfə verəcək. Baş nazirin əmri ilə 12 illik bələdiyyə planı hazırlanır. Hazırlanan plan hər bələdiyyədə ictimai müzakirəyə qoyulur. Dünən ictimai müzakirə Qardabanda oldu. Bugün isə Dmanisdə keçir. Merin gələcək planları düzgün yönləndirməsi baxımından da bu cür müzakirələr əhəmiyyətlidir. O, sakinlərin problemlərini və prioritet məsələləri dinləyərək öz cədvəlinə əlavə edəcək. Komandamla birlikdə Dmanis sakinlərini 12 illik strategiya ilə tanış etdim. Eyni zamanda mərkəzi hakimiyyətin yardımçılığı ilə hazırladığımız 3 illik iş planını təqdim etdik. Burada hər şey detalları ilə aydın şəkildə açıqlandı. 12 ildən sonra bələdiyyəmiz hansı nəticələri əldə edəcək? Strateji plan tamam olandan sonra nə əldə edəcəyimizi danışdıq. Yerli sakinlər bizə göstərişlər verdilər. Sual-cavab da oldu. Müxtəlif istiqamətlərdə onlara məlumat verdik. Bu sənədin son versiyası deyil. Sakinlərin razılığı ilə əlavələr edəcəyik. Sonra təsdiq üçün Sakrebuloya yollayacağıq. Təsdiqlənəndən sonra planla işləyəcəyik. Hər birimiz Dmanisin inkişafı barədə strategiyanın təqdimatında merin çıxışını dinlədik. Fərqli fikirlər irəli sürüldü, suallar verildi. Müzakirələrin təşkili ona görə vacibdir ki, əhali bələdiyyədə baş verənlərdən xəbərdar olur. Bütün bunlar bizim üçün maraqlı idi. Belə ki, bu strateji planı dinləmək, bütün bu məsələlər həyata keçirilərsə, Dmanisdə yaşayanların həyat səviyyəsi yaxşılaşacaq.